Gəl. Onlar müəllim. Gəl Fidan. Müəllim, yeni bir sualım var. Alimentlə bağlı icra sənədi gəlib bizə. Bununla bağlı hesablama necə olacaq? Alimentlə bağlı ümumiyyətlə məsələ necədir? Aliment hesablanmış əmək haqqından, yəni işçinin bütün gəlirlərindən hesablanmış deyirik əmək haqqıdan. Gəlir vergisi tutulur. Gəlir vergisindən tutulandan sonra qalan məbləğdən alimentin icra sənədinə uyğun norması hesablanır, çıxır və digər qalan hissədən isə Dövlət Sosial Müdafiə Fondu ayırmaları, işsizlik hesablanıb verilir. Burada bəzi məqamlar var, incə ki, bəzi məqamlar deyir xalis əmək haqqından, yəni ələ çatan dediyimiz əmək haqqından aliment hesablanır. Xeyr, aliment sosial xarakterli olduğu üçün sosial xarakterli ödəmələr də Dövlət Sosial Müdafiə Fonduna ayırmalardan azaddır, yəni ödənilmir, hesablanmır. Alimenti alan şəxslərlə ümumiyyətlə heç bir vergilər tutulmur, çünki o sosial xarakterli bayaq qeyd etdiyim kimi ödəmədir. Başqa? Oldu müəllim. Gəl. Müəllim, mən yenə gəldim. Sizə bir sualım var yenə. Müəllim. Niyə ki? Ya, gülürük da, niyə elədin? Gəl. Müəllim, yenə bir sualım var. Fidan. Məsələlərdən birində nə deyil?